Ən gözəl kommentlər gələndə ürəyi dağa dönür. Amma mənim üçün fərqi yoxdur. Pis də yazsaz, yaxşı da yazsaz, mənim üçün toy olsun, pul olsun. Vecimə də deyil. Öpürəm sizi. Axşam deyəcəm, dəhşət bir xəbər gəlib, dəhşət. Durum gedim telefonları zaryadkaya qoyum. Ay aman 3000 adamı mən qoyub hara gedə bilərəm? Hə. Ay dostlar. Mən nə danışıram, sənədi ilə, sübutu ilə danışıram. Nə danışıramsa, vallahi. Mənim nəyimə lazımdır? Dəymə mənə, dəyməyim sənə. Bəli, dostlar, öpürəm sizi. Getməyin baş üstə. Manikürümü görün, bəyənirsiniz. Bax, kübar xanımlar belə deyir, dırnağını. Kimdə afət dırnağından varsa, bilin ki, hələ eləsi var ki, caynaq atır, caynaq atır. Daha demir ki, ehtiyatlı ol, caynaq atma. Səni kökəldirlər hələ. Kökəldib birdən kəsirlər. Aynək. Caynaq atan nədir? Oba, öpürəm sizi. Nə gözəl. Bir dənə pis yazan yox. Bəlkə mən dostlar, var pis yazan, yazın görüm siz Allah. Deyim, biraz da yığışın. İndən sonra sürüyəcəm kimi, bu türmədə sındırılıb çıxan var ya, İtaliyada, əlinə valik veriblər ki, da bilirsiniz də. Bunun uşaqları ilə başlayıram, bəli. Çünki uşaqlar mamasının kıçının adını çəkirsən. Sən ki, bu afətdən danışırsan. Hələ o biri kol donuzu var ya, donuzu oxşayan. Yanında da bir bic balası hara gedir, aparır, gətirir. O cındıra da deyirəm ki, səndən qorxan sənin tayındır. Psikopat, dəlli kağızı olan, acındır. Ay, ölənlərin qəbirdə itlə yatsın. Səndən qorxan sənin tayındır. Sənin, hərənin öz kuruğu var. Sənə inanan sənin tayındır, mənə inanan mənim tayımdır. Bu boyda 40 toyu bu xalq verib də mənə. Hələ 40-ın dalı gəlir. Öpürəm sizi. Dostlar, sözü at sahibi götürər. İtaliyada oturub dalımca üzümə deyə bilməyən sözləri 100 dəfə deyim, mənim də haqqımda kim nə danışır, belə vejimə də deyil. İndi gəlirəm təzə xəbərə. Hə, mənə xəbər gəldi nə? Axşam arxasını danışacağım. Bu türmədə yatan, başını başlara qoşmaq istəyən, bu cındır. Bunun ərini aldadıb, ikinci uşağı, buradan onun ərinə deyirəm ki, türmədə çıxanın, get uşağı DNK elə, səndən deyil. Bunu mən adım kimi əminəm, evlərində də söz söhbət düşüb. Əgər mənim bir də adımı çəksən, mən açıqlaması ilə deyəcəm. Mənə bir şey olmaz. Unutmayın ki, mənə heç nə olmaz. Çünki mən odda yanmaz, suda batmazam. Budur. Ona görə də ağıllı ol. Oturmuşdum oturduğum yerdə. Sən ki, durduğum yerdə mənim ünvanıma şər böhtan deyirsən, get balaca uşağı DNK elət. Bunuca deyirəm, heç nə demirəm. Ağıllı ol. DNK nədir? Soruş həkimdən deyəcək. Pulun da yoxdur bilirəm, kirayədə qalırsan. Nə yemisən turşulaş. Və belə danışıqların üçün nə yedin turşulaş. İndi də cız eləyirsən.